Bugün Kodera yazışlarından maraqlı bir sualın izahını verəcəyəm, proqramı quracağıq. Deməli, sualda bizdən soruşur. Daxil edilən n natural ədəd hansı iki natural ədədin kvadratı cəmi olub olmadığını müəyyən edərək çap edən proqram yazın deyir. Deməli, biz birinci natural ədədimizi daxil eləyək. Natural ədədimizi daxil eləyək. Məsələn, necə fikirləşək bunu, nətər yaza bilərik? Məsələn, bir natural ədədimiz var. Həmin natural ədəd hansı iki ədədin kvadratı? Tutaq ki, məsələn, 13 deyək. 13 məsələn 3-ün kvadratı ilə 2-nin kvadratının 3-ün kvadratı 2-nin kvadratının cəminə bərabərdir. Bu necə işləyə bilərik məsələn? Biz bir-bir yoxlaya bilərik. Məsələn, tutaq ki, biz 10 13-ü necə ala bilərik? Məsələn, 1-in kvadratı ilə 2-nin kvadratını yoxlayarıq. 1-in kvadratından 1-in kvadratı, 1-in kvadratından 2-in kvadratı, 1-in kvadratından 3-ün kvadratı. Və belə-belə yoxlaya-yoxlaya bizim proqramımızı belə quracağıq. Sonra məsələn bu dövrümüz alınmadı. 2-in kvadratı ilə 2-in kvadratı, 2-in kvadratından 3-ün kvadratı. Çünki 1 ilə 2-ni yoxlamışıq axı. Təbii 2 ilə 1-i yoxlamaya ehtiyac. 2 ilə 2, 2 ilə 3 yoxladıq. 2 ilə 4 bizi aşır. 2 ilə 4 16-ya gedir. Ona görə biz 3-ə qədər gəlməliyik. Sonra bu alınmadısa, məsələn 3-ün kvadratından 3-ün kvadratı, bu da daha çoxdur deyə, yəni bu da olmayacaq. Deməli biz nə etməliyik? Daxil etdiyimiz ədəddən bir tam ədəd almalıyıq. Tam kök almalıyıq. Alaq, n bərabərdir. Int tamını alacaq deyə. N kök alaq, n-dən kök aldıq. Daha sonra dövr yaradaq, həmin o mən dediyim dövrü yaradaq. For i in range. Deməli, birdən başlasın, birdən başlasın. A plus 1-ə qədər kök aldığımızı, biz axırıncı ədədimizi götürmək istəyirik deyə plus 1 yazırıq. Mən bura niyə 1-dən başlasın deyirəm, 0-dan başlasın deyirəm. 0-dan başlasa, əgər məsələn tutaq ki, 9 daxil eləsəm, 9 0-ın kvadratı ilə 3-ün kvadratının cəmi deyəcək, hə, 9 2 ədədin kvadratı cəmidir. Yəni 0-ın kvadratı olmasın deyə mən 1-dən başlayıram. Yəqin ki, başa düşüldü. Biz iç-içə dövr yaradacağıq. For j in range i-dən götürsün, i-dən başlasın. Yenə a plus 1-ə kimi. Sonra gəlsin burada yoxlasın şərtdə. Əgər i-nin kvadratı ilə j-nin kvadratı bərabərdirsə, yenə neynəsin çap eləsin. Gəlin buradan bir s dəyişəni də götürək. Çünki burada bu şərt ödəsə çapa verəcək. Bəs bu şərtin ödənmədiyi halda var axı. S-i 0-a mənimsədək, S-i 0-a dövrdən çöldə götürəcək həmin ödənmədiyi hal üçün. S 1 vahid artsın, S 1 vahid artsın və çapa geçsin, çap eləsin. Nə? Həmin o i-nin kvadratı üstə gələk, j-nin kvadratı bərabərdir. Yenə, deməli bu iki ədədin kvadratına n bərabərdir. Yox, əgər tapa bilməsə, məsələn, S-imiz artmadı da, bu şərt ödənmədi, S-imiz artmadı. S-imiz artmadısa, gəlsin burada bir dənə də şərt verək. Əgər S artmadısa, 0-a bərabərdirsə, çapa geçsin, print, heç bir ədədin kvadratı cəmi deyil. Çapa geçsin bu formada. Deməli, bir də gəlin proqramımıza baxaq. Tam ədəd daxil elədik. Daxil elədiyimiz ədəddən bir kök aldıq. Bayaq proqramı yazmamışdan əvvəl izah elədim nə üçün. Dövrə saldıq. Məsələn, i a plus 1-ə. Məsələn, tutaq ki, 13 daxil elədik buradan. 13 daxil elədik yenə. A-mız nə olacaq? A-mız olacaq 3. 13-dən 3 tam neçə çıxır? Tamını da götürəndə 3 olur. Gələcək burada. i-nin qiymətləri. i bir dəfə bərabər olacaq. i bərabərdir 1, bir dəfə 2, bir dəfə 3 olacaq. Daha sonra i o biri dövrdə, iç-içə dövrdə axı i 2, 3 olacaq. Sonra düşəcək aşağı j-yə. J nəyə bərabər olacaq? J bərabər olacaq. Bir də i-nin bir qiymətində 1, 2, 3. Sonra j bərabər olacaq
2 bərabərdir. i-nin 2 qiymətində 2 3-ə. Sonra j bərabər olacaq. i-nin 3 qiymətində elə bir dənə 3-ə. 3 ilə 4 olacaq. Məsələn, i 3 olanda a 4 olacaq. A plus 1 demişik axı. 3-ün üstünə 1 gəldi 4. 3-dən 4-ə bir dənə 3 olacaq. Gələcək proqramımız belə işləyəcək. Məsələn, birinci 1-i götürəcək. Gələcək deyəcək 1, 2, 3 daxil j 1, 2, 3. i-nin bir qiymətində j 1, 2, 3 olur. Gəldi 1-in kvadratı ilə 1-in kvadratı j-nin bir qiyməti. 1-in kvadratı n-ə bərabərdirmi? Yox. 1-in kvadratı ilə 2-in kvadratı n-ə bərabərdirmi? Yox. Bax, bu formada davam edəcək. Nə vaxta kimi 2-in kvadratı ilə 2-in kvadratı ikinci dövrdə gələcək bu j-nin 2, 3 qiyməti. 2-in kvadratına 2-in kvadratı yox. 2-in kvadratına 3-ün kvadratı hə, s vahid artdı və print çapa getdi. Çapa getdi ki, bu qiymət 2 ilə 3-ün cəminə bərabər, kvadratı cəminə bərabər. Gəlin yoxlayaq məsələn. 13 qiyməti verək. Çapa gedəcək bizim üçün 2-in kvadratı 3-ün kvadratına bərabərdir. Tutaq ki, məsələn 14 deyirəm. 14 deyirəm, heç bir ədədin kvadratı deyil. 9 deyirəm, heç bir ədədin kvadratı deyil. 1000 deyək. 1000 bu iki ədədin kvadratına bərabərdir. Həm 10 ilə 30-un kvadratı, həm də 18 ilə 26-ın kvadratına bərabərdir. Yəqin ki, bu proqram başa düşüldü. İndi mən bu proqramı funksiya da yazacağam. Funksiyanın daha qısa olacaq. Gəlin funksiya yazaq kvadratımızı. Deməli, bunları mən arxada yazacağım. Bu s bizə lazım olmayacaq funksiyada. Bu if də lazım olmayacaq bizə. Deməli, yazaq n-imizi daxil eləyək. Yəni, eyni qaydada printimizi A-mızdan kök alaq. Printdə bizdən nə istəsin? Funksiyamızı yaradaq. Funksiyamızı 2 ədədin kvadratı. Kvadratı funksiyamızı yaratdıq. Qlobal dəyişənimiz olsun A. Sonra defimizi yaradaq. Def, açar sözümüz, def. 2 ədədin kvadratı. 2 ədədin kvadratı. 2 ədədin kvadratı. Bizim lokal dəyişənimiz olsun x. Burada a-ları x eləyirəm. Biz 2 nöqtəmizi qoyaq. Def açar sözünün sonunda həmişə 2 nöqtə olur. Bir tab sağa çəkək. Bir tab sağa çəkək. Deməli, proqramımız eyni qaydada bu işləyəcək, yoxlayacaq. Bu printin yerinə return qiymət qaytarsın. Qiymətə bura qaytarsın bu qiyməti. Sonra əgər bu ödəmirsə return qiymət qaytarsın. Heç bir ədədin kvadratı cəmi deyil. Deməli, bu necə işləyəcək? Gəlin buna da baxaq. Deməli, eyni qaydada natural ədədimiz istəyəcək bizdən. Həmin aldığı natural ədəd daxil elədiyimizdən tam kvadrat alacaq. Daha sonra funksiyamızı yaratdıq biz. Çap eləsin 2 ədədin kvadratı. Məsələn, 3-dürsə əgər kvadratı A-nın yerinə 3 olacaq. Bunun qiymətini bilmədiyinə görə funksiya müraciət eləyəcək bura. Bax, burada həmin o x-in yerinə 3 dayanacaq. Gələcək 1x plus 1 eyni bu qaydada işləyəcək. Əgər bu şərt ödədisə, return və bu qaytaracaq bura qiyməti və burada çapa ekranda əks olunacaq həmin o burada yazdığımız ifadə. Gəlin yoxlayaq məsələn. 13 deyək. 13 deyək. 2 ilə 3-ün kvadratına bərabər. Məsələn 61. Sonra 74 deyək. Sonra nə bilim 6 deyək, heç bir ədədin kvadratı deyil. 9 deyək, heç bir ədədin kvadratı deyil. 14 deyək, heç bir ədədin kvadratı deyil. Yəqin ki, başa düşüldü bu proqram. Düzdür, maraqlı, çox maraqlı bir proqramdır. Mənim xoşuma gəldi, məsələn, bu proqramı qurmaq.